Ay benim qəlbimi sındıran adam, mən nələr çəkirəm, bilirsənmi heç? Özüm öz ruhumu eləyib edam, göz yaşı tökürəm, bilirsənmi heç? Dünya əvvəlki tək dəymir gözümə, indi xəyallarla gülmür üzümə. O belə etməzdi deyib özümə, boynumu bükürəm, bilirsənmi heç? De necə əff edim, de necə səni? Axı tərk etməzdi sevən sevəni. Baxanlar dağ kimi görsə də məni içimdən sökürəm, bilirsənmi heç? Mənə həsrət dağı çəksən də belə, səni unutmağı düşünmərəm ki. Başımı alladıb 1000 dəfə gəldi, hər dəfə gələrəm, ərinmərəm ki. Allah göyə çəksin, varım qalmasın, neynirəm o varım, olmur olmasın. Səninlə yolumu ayrı salmasın, mən vara dövlətə deyinmərəm ki. Mənim qismətimə göz yetirsələr, dünyanın büsbütün mülkün versələr, yeganə sən yoxsan, əgər desələr, yenə qismətimə sevinmərəm ki. Səni görmək üçün dağlar çaparam, həsrət yaxasından elə qoparam, dizində ölərəm, nicat taparam. Daha bundan betər sürünmərəm ki. İlahi yeni bir dünya yaratsa, sevənlər qovuşsa, kamına çatsa, bu bəxt ki məndə var, fələk oyatsa, taleyin gözünə görünmərəm ki. Ekskluziv olarak Hidayet Boğaçı takdim ediyor.
Duzqabıya duz tökəndə görsən biraz duz dağılır kənara ora-bura, ona o qədər əhəmiyyət vermirik. Amma məsələn zəfəran istəsək əzək, onun bir dənəsi, ləçəyinin bir dənəsi kənara düşsə, onu mütləq axtarıb tapıb yerinə qoyacağıq. Çünki zəfəran bahalıdır, duz biraz qiyməti ucuzdur. Amma unutmayaq ki, 10 il zəfəransız keçinmək olur, amma bir gün duzsuz keçinmək olur. Ona görə həmişə əliniz yetən, dadınıza çatan, hər vaxt yanınızda olan sadə, adi, o duz kimi insanların qədrini bilək.